Məktəb ətrafı piyada keçidləri, sürətli avtomobillər, sürücü diqqətsizliyi, nəticə isə nəqliyyat qəzaları. Məktəb yaxınlığında apardığımız müşahidələr onu göstərdi ki, piyada zolağına əhəmiyyət vermədən yolu keçənlər təkcə şagirdlər deyil, elə həm də valideynlərdir. Əlbəttə, öz məsuliyyətini dərk edən valideynlər də kifayət qədərdir. Lakin sürətli hərəkət edən avtomobillər onların piyada keçidlərində normal hərəkətlərinə maneə yaradır. Bu da onların narazılığına səbəb olur. Əlindən tut, keçiririk, nəzarət edirik, amma şoferlərdən narazıyam mən. Şoferlər saxlamır. Sadəcə bu bizimdirsə, şoferlər saxlamır. Mütləq ki, bir-iki adım keç, biz ortaya çatmalıyıq ki, onlar orada saxlasın. Valideyn nəzarəti mütləq olmalıdır ki, uşaqlar öz kontrolundan çıxıb maşın altına düşməsin və öz həyatını təhlükə altına atmasın. Yəni ona mütləq nəzarət etmək lazımdır. Yola baxırıq, piyada keçidinə qədər gəlib çatırıq, piyada keçidindən keçirik. Yəni təkcə buraxmırsınız? Yox, heç vaxt. Ekspertlərin fikrincə, məktəb ətrafı ərazilərdə şagirdlərin təhlükəsizliyi bir yox, bir neçə istiqamətdə təmin olunmalıdır. Nişanlarla yanaşı xüsusi mühəndis-texniki şəraiti yaradılmalıdır ki, yüksək sürətlə hərəkət etmək mümkün olmasın. Buna standartlara uyğun süni maneələrin quraşdırılmasını nümunə göstərə bilərik. Bundan başqa məktəbin çıxışı nəqliyyat vasitələri tərəfindən zəbt olunmamalıdır. Ətrafdakı yaşıllıqlar şagirdləri görünməz etməməlidir. O idarə olmaqda belə olacaq ki, ya həmin yaşıllıqlar 50 santimetrdən yuxarı qalxmamalıdır, əgər balaca kollardırsa, filansa, ya da iri gövdəli ağaçlardırsa, onun aşağı çətiri götürülməlidir ki, uşaqlar görünməz olmasınlar. Bax, digər tədbirlər də görünməlidir. Məsələn, qaranlıq vaxtı uşaqlar gəlib gedirlərsə, mütləq məktəbin ətrafında küçələr işıqlandırılmalıdır. Hərəkət sürətini azaldan digər tədbirlər görülməlidir. Piyada keçidi mütləq olmalıdır və piyada keçidi ən yaxşı görünən yerdə olmalıdır, uşaqlar təhlükəsiz keçə bilsinlər. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, uşaqların iştirakı ilə bağlı baş verə biləcək qəzaların qarşısının alınması üçün mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. Eləcə də bununla bağlı valideynlərə media və sosial segmentlər vasitəsilə daimi müraciətlər ünvanlanır. Lakin uşaqlar bəzi hallarda məktəbdən çıxarkən yolu qaçaraq keçirlər. Bəzi hallarda valideynlər övladları ilə birlikdə yolu nəzərdə tutulmayan yerdən keçirlər ki, bu da yol nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxarır. Bildirmək istərdim ki, hal-hazırda Respublikanın bütün bölgələrində Dövlət Yol Polisinin əməkdaşları tərəfindən uşaqların yollardakı təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə sentyabr ayının 5-dən oktyabr ayının 5-nədək diqqət uşaqlar şüarı altında təhlükəsizlik aylığı keçirilir. Qeyd edək ki, valideyn məsuliyyəti məktəbli qəzalarının azalmasında vacib faktorlardan biridir.